Siz idmana necə gəldiniz? Bu idman növü həmişə dünya var olduqca var olacaq. Biraz da təhlükəli idman növüdür deyə bilərik. Bir aya sənə söz verirsə ki, 20 kilo arıqladıram, bu da mümkün. Amma bu artıq o insanın sağlamlığına böyük zərbə vurmaq deməkdir. Mən 15 ildən çoxdur bu sahədəyəm. Hobbidən əlavə mən artıq həyat tərzim imiş. Yəni mən onu başa düşdüm. Sizcə həqiqətənmi hər kəsə haqsızlıq olunur? Ancaq seçdikləri yolda valideynlərinə məsləhət alsınlar. Buna görə efirdən qaçmaq məncə lazım Mən deyil. qeyd etdim ki, o efirdən qaçmır. Günün hansı saatından bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Sportalk efirdədir. Xüsusi buraxılış sayılır, çünki yanvar ayının əvvəlində bir post paylaşmışdım ki, Sportalkda kimi qonaq olaraq görmək istəyirsiniz və yazılan təqlərdən baxanda mən bildik ki, bizim qonağımız Rövşən Xəlilovdur. Xoş gəlmisiniz. Təşəkkür edirəm, dəvət üçün çox sağ olun. Xoşdur. Həm o şərhlərə görə izləyicilərimə təşəkkür edirəm, həm də Ramin Əhmədova təşəkkür edirəm Bəli. ki, verilişinizdə mənim adımı çəkmişdi ki, qonaq onu görmək istəyirəm. Doğrudur. Yəqin ki, onun da bilmək istədiyi, vermək istədiyi suallar var. Yəni mən bütün suallara cavab verməyə hazıram. Mən sizə yazanda ki, bəs qonaq olmaq, siz dediniz ki, mən bu təklifi çoxdan da gözləyirəm. Bəli. Nə zamandır bizi izləyirsiniz? Mən demək olar ki, sizin səhifəniz, yəni bu podkast yəni ilk buraxılışdan izləyirəm. Amma dediyim kimi də, yəni izlədiyim gündən bəri də özümü burada görürəm ki, yəni mən bütün suallara cavab verməyə hazıram. Çünki mən həmişə düzü deməyi xoşlayıram. İdmanda gizlədilən, belə deyim də, yəni qaranlıq qalan məqamları, yəni o mənada nə suallar olsa, mən cavab verməyə hazıram. Gəlin ilkin mərhələdə izləyicilərimiz üçün onu göstərək ki, siz idmana necə gəldiniz? Təbii ki, uşaq vaxtından idmandayam. İdmanın ilk dəfə idmanda olanda güləş, sambo, yəni mən Mingəçevirdə doğulub böyümüşəm. Orada bu idmanlar daha məşhur idi. Elə bu idman növlərindən də başlamışam. Ancaq sonradandan bu idman növündən tanış oldum. Artıq powerlifting idman növünün nə olduğunu bildim. Və güləş, sambo idman növləri məşğul olanda özümdə fiziki güc hiss edirdim. Yəni müəllimlərim də deyirdi ki, sən fiziki güclüsən. Yəni texnikadan çox fiziki gücdən istifadə edə bilirsən. Powerliftingdə ən çox fiziki güc tələb edilən bir idman növüdür. Yəni düzdür, təbii ki, hər idman növündə texnika önəmlidir. Amma ən çox fiziki gücü olan insanlar bu idman növünə meylənir. Belə oldu, fiziki gücümüzdən istifadə elədik, gəldik bu idmana. Rövşən Xəlilovun dilindən powerlifting nədir deyə eşitsək. Powerlifting belə güc idman növüdür. Yəni güc və lifting qaldırmaq, yəni öz gücünlə qaldırmaq mənasını verir. Təbii ki, gücü göstərən bir idman növüdür. Yəni ola bilər ki, nə vaxtsa bu idman növündə populyarlıq azalar. Amma bu idman növü həmişə dünya var olduqca var olacaq. Çünki insanlar öz gücünü göstərmək istəyir. Ya səhnədə, ya hardasa. Ona görə də güclü olanlar üçün ən gözəl səhnədir. Biraz da təhlükəli idman növüdür deyə bilərik. Əksinə dünya statistikasına baxanda təhlükəsiz idmanlar içində gedir. Çünki ən təhlükəli idman növləri belə baxanda futboldur. Amma görürsünüz, yəni kütləvilik baxımından futbol daha çox kütləni cəlb eləyir və daha çox kütlə onunla məşğul olmaq istəyir. Hətta valideynlər uşaqlarını aparırlar, futbola qoyurlar. Amma futbol belə baxanda ən təhlükəli idman sırasında birinci yerdə gedir. Powerliftingdə, ağırlıq qaldırmada bu idman növlərində zədələnmələr baş verir və dəhşətli zədələnmələr ola bilər. Amma bu 100-1, 1000-1 haldır. Elə həmkarınız Ramin Əhmədovun bir neçə ay bundan öncə yarış zamanı zədələnməsi. Yəni hər kəsin də biraz marağına səbəb oldu ki, yüksək bir çəkini qaldıranda diz bağlarının qopması proses oldu. Allah şəfa versin. Amin inşallah. Elə efir vasitəsilə də Allah şəfa versin deyirəm. İnşallah tezlik səhnədə yenidən görüşərik. Bax belə prosesləri ki görülür də ki, bu zədələr yaranır. Bu insanlarda nə dərəcə qorxu yaradır sizcə? Təbii ki, qorxu ümumiyyətlə insanı zəif göstərən bir nüansdır. Yəni burada qorxan ən çox valideynlər olur. Amma artıq müstəqil qərar vermək istəyən insanlar üçün mənə elə gəlir ki, bir yaş müddətindən sonra öz seçimini edirlər. Ona görə də mən düşünürəm ki, bütün idman növlərində zaten zədə var.
Yəni hansı idman növünə məşq. Əgər siz professional idmana başlayırsınızsa, Bəli. hər şeyi gözə almalısınız. Bəli. Yəni bu tekvandoya da aiddir, güləşə də Doğrudur. aiddir, bu futbola da aiddir. Yəni qeyd etdiyim kimi bütün idman növlərində əgər sən professionallığa meyl etmisənsə, yəni təhlükə hər an baş verə bilər, yəni zədələnmə baş verə bilər. Yəni bunların hamısını göz qarşısına alıb elə başlamaq lazımdır. Hətta mənim özümün belə idmançı dövrümdən qalan zədələrim var ki, bu gün özündə belə narahat eləyir, yəni. Sizcə ən çox yalan danışılan sahə hansıdır? Ən çox yalan danışılan sahələr çoxdur. İndi mən idmançı kimi burada iştirak eləyirəm. Bəli. İdmanda da yalan danışılan sahələr var. Təbii ki, bu fitnessdə də var. Bəzən müəllimlər tələbələri aldadır, hansı ki, mən onlara müəllim hesab etmirəm, çünki düzgün danışmaq lazımdır. Gəl səni bir aya dəyişdirəcəm, gəl səni nə bilim çəkimi artıracam bir aya. Yəni bunlar hamısı qeyri-təbii yolla olan bir şeylərdir. Ona görə bu mən düşünürəm ki, bu fitnessdir və idmanda belə deyim, məşqçilərin yalan danışdığı nüanslar çox var idmanda. Tək fitness deməyib, ümumiyyətlə idmanda yalanlar var. Bəli. Çünki məsələn mən qonaqlarımı dəvət edirəm və onlara demək olar ki, bəzən eyni sualları verirəm və hər birindən çox fərqli cavablar alıram. Bu fərqli oldu. Bəli. Bir aya arıqlayacaqsan. Bir aya arıqlamaq mümkündür? Təbii ki, mümkündür. Yəni əslində bir aya sağlam arıqlama 4-6 kilo göstərilir. Yəni belə deyim, sağlam arıqlama. Ancaq əgər bir aya sənə söz verilirsə ki, 20 kilo arıqladıram, bu da mümkün. Amma bu artıq o insanın sağlamlığına böyük zərbə vurmaq deməkdir. Çünki qeyd etdiyim kimi bir aya sağlam arıqlama 4-6 kilodur. Bəli. Yəni siz bunu əgər artıq 10 kilo, 20 kilo, 15 kilo arıqladırsınızsa, burada deməli başqa ya hansısa bir dərman vasitələri var, ya da ki bu insanın daxilində hansısa bir mənfi bir nüans yaranacaq. Ona görə də gərək sağlam qidalanma ilə arıqlamaq lazımdır. Yəni ümumiyyətlə nəinki fitnessdə, bütün sahələrdə belədir ki, əgər hansısa bir nəticəni əldə etmək istəyirsə, bu zaman lazımdır. Mütləq bir zamanın axışına buraxmaq lazımdır və qeyd etdiyim kimi mətbəxdən keçir. Ancaq sağlam qidalanma lazımdır. Yəni məşq lazımdır, amma məşq ikinci plandır. Yəni bir növ sağlam arıqlama mətbəxdən keçir. Yaxşı, bəs hamı məşqçi ola bilər, yoxsa bunun üçün xüsusi bir keyfiyyət lazımdır? Təbii ki, hər məşq eləyən idmançı olmadığı kimi, yəni bu dəqiqə məşq eləyən o qədər yüzlərlə insan var, minlərlə insan var, amma hamı idmançı olmur. Və bütün idmançılar da məşqçi olacaq deyə bir şey yoxdur. Çünki məşqçi olmaq üçün güc, bədən, bunlardan forma, yəni görünüşdən əlavə mütləq savad lazımdır. Yəni elmli olmaq lazımdır, oxumaq lazımdır. Nə qədər bilirsinizsə, yenə də düşünməlisiniz ki, mən az bilirəm. Mən bilirəm, professionalam deyib artıq kitabı və yaxud da hansısa bir məlumatları qırağa qoymaq, ego tətbiq eləyib, danışmaq ki, mən hər şey bilirəm. Bu təbii ki, bu məşqçi deyil. Yəni nə qədər savadlı olsun da yenə də öyrənmək lazımdır. Öyrənməyə meylli olan insan bəli, məşqçi ola bilər. Belə bir nüansdan qarşılaşmışam ki, fərqli idman növlərindən məşğul olan insanlar var da, məsələn, judo, karate. Bu idman növlərindən məşğul olan insanlar gələcək fəaliyyətlərində bu istiqamət üzrə məşqçi olmurlar. Ancaq gəlib 3-6 ay məşq eləyib fitnessdə bədən yığan şəxslər gəlir özünə deyir ki, mən fitness məşqçisiyəm. Bəs mən onu qeyd etdim. Birinci yalan danışılan sahə deyəndə mənim ağlıma fitness gəlir. Nəyə görə bu qədər rahat, yəni fitness məşqçisiyəm deyirlər? Çünki belə deyim, yəni qısa yolla uğur əldə etmək mümkündür. Qısa yolla forma yaratmaq mümkündür. Və bu dəqiqə müasir dövrdür. Bilirsiniz ki, çəkilişlər, yəni özünü reklam, özünü satma bazarlığı var da burada, yəni marketinq eləyirlər. Təbii ki, bu reklama buraxırlar Instagramda, Facebookda, kütlə toplayırlar. Kütlə də ancaq baxır formaya, amma düşünmür ki, bu formanı necə əldə eləyib və düşünmür ki, bu məlumatları həqiqətənmi bilir, yoxsa bu dəqiqə müasir dövr ChatGPT-yə nə yazırsan orada çıxır. Bəli, bütün informasiyanı verir. Demək olar ki, yəni bu insanın savadını bilmədən bu insana meyllənirlər. Bu da təbii ki, əsl peşəkarlar qalır kölgədə. Hansı ki 3 ay, 5 ay məşq eləyən. Əslində xaricdə belədir, 1 il, 2 il, 3 il məşq eləyənə, yəni yeni başlayan deyirlər. Bəli. Yəni üzr istəyirəm, ruslarda noviçok deyirlər, yəni təzə başlayan. Amma bizdə isə necədir?
hətta 1-2 il qoyuruq kənara, 1 ay, 2 ay, 3 ay oldu fitness müəllimi. Təbii ki, bu düzgün deyil. Məsəl üçün mən 15 ildən çoxdur bu sahədəyəm. Amma yeri gələndə özümə fitness müəllimi demirəm də, fitness təlimatçı deyirəm. Çünki fitness səhnəsi, bodybuilding yarışları, bunlar tamam başqa bir nüanslardır. Əgər bir insan ki, özündə quruma dönəmi, bulk dönəmi, hansı ki bunları yaşamayıbsa, o tələbə hazırlaşıb səhnəyə çıxartmaq onun üçün çox çətin olar. Qaldı ki, arıqlamaq istəyən, kökəlmək istəyən insanlara da hardansa məlumat oxuyub hə deyir. Amma özü öz bədəninə tətbiq eləməyibsə, yəni mən bunu inandırıcı kimi baxa bilmirəm. Heç o nəticəni də vermir. Bir də belə bir məqam var ki, bir sözlə desək, bu gün fitness məşqçiləri sosial mediada kim daha çox boş-boş danışırsa, onlar daha yaxşı nəticə görür. Təbii ki, yəni bu müasir dövrün belə deyim də bizə verdiyi fəsadlardan biridir ki, yəni aldatmaq çox asan olub da insanlara. Çox təəssüf ki, bu problemi mən də yaşayıram. Məsəl üçün, peşəkar qonaqları dəvət eləyirəm və bölümü çəkirik, hər şey düzgün danışılır və mən bunu YouTube-da, TikTok-da, Instagram-da yayımlayıram. Gəlir baxış çıxır 1000, 2000. Amma çox belə dəxlisiz, lazımsız informasiyası olan, heç maarifləndirici və düzgün istiqamət verilməyən videolar gəlir sosial mediada 1 milyon baxış yığır. Ya bu çox böyük bir problemdir deyərdim. Bizdə insanlar deyirlər ki, biz sosial mediada boş-boş kadrlara baxmaq istəmirik. Bəs bu milyon baxışlara kim baxır? Belə deyim də, o kəşfiyyat deyə bir şey var da. Bunu da ki, təbii ki, bax belə izah eləyim. Hansısa bir mənfi bir video qabağımıza çıxır. Götürürük bunu hansısa dostumuza atırıq ki, buna var bir dənə. Məsələn biz bunu mənfi nüansla atırıq da ona. Bu baxışlar da ona reytinq verir. Əslində biz ona kömək eləmiş oluruq. Ona görə də belə deyim də, yəni bununla ayaqlaşmaq lazımdır. Başqa biraz da yaxşı videoları paylaşsalar. Təbii ki, yəni yaxşı videolar paylaşanlar var. O da gərək biz paxıl olmayaq da, biz insanlar bir-birimizə qarşı gərək paxıl olmayaq. Yaxşı videoları göndərək bir-birimizə, yaxşı videoların altından komment yazaq. Biz ancaq mənfi şeylərə baxırıq, bir-birimizə atırıq. İnşallah düzələr deyib keçək. İdmanda ilk dəfə ilk gəlirinizi nə vaxt qazanmısınız? İlk gəlir. Elə böyük bir məbləğ deyil. Təbii ki, qeyri-olimpiya idman növlərində bildiyimiz kimi böyük məbləğlər yoxdur. Amma belə deyim də, mən bir dənə onu anladım ki, o zamanlar o puldan sonra mən davam elədimsə, deməli mən pul üçün burada deyiləm. Mən burada həqiqətən də bu hobbidən əlavə mən artıq həyat tərzim imiş. Yəni mən onu başa düşdüm ki, yəni pul böyük məbləğ deyil, amma mən yenə davam eləmək istəyirəm, mən yenə də davam eləmişəm. Ona görə də mənim üçün düşünürəm ki, pul yox, həyat tərzinə çevrildi. İdmanda verdiyiniz ən böyük qurban nə olubdu? Gəncliyim, zaman. Zamanı geri qaytarsaydınız? İdmançı olardım mı? Yenə. Dediyim kimi, idmançı olmaq uşaqlıqdan arzum olub. Yəni, təbii ki, belə deyim də, yəni bir çoxları kinolara baxır, Van Damme, Bruce Lee kinolara baxır, idmana meylənir. Mən uşaqlıqdan idmana meylənmişəm, idmançı olmaq arzum olub. Ancaq powerliftingə gələrəmmi sualını versəniz, mənim powerliftingdə çəkdiyim əziyyətlər, gördüyüm haqsızlıqlar, belə deyim də, yəni hansı ki, layiq olduğum yerdə olmamağım, bax bunları əgər indi görmüş olsaydım, təbii ki, powerliftingə gəlməzdim, başqa idman növünə gələrdim. Amma powerlifting idman növünü çox sevirəm də, yəni mən sadəcə olaraq dediyim kimi gücümü göstərmək üçün, tək mən yox, gücünü göstərmək insanlar üçün çox gözəl sahədir. Baxın, bugün hər kəs özünə qarşı olunan haqsızlıqdan danışır da. Sizcə həqiqətənmi hər kəsə haqsızlıq olunur? Hər kəsə deməzdim, bəzən bir çoxları yalandan da deyə bilər ki, mənə haqsızlıq olunub. Ancaq məni tanıyanlar bilir ki, mən yalan sevmirəm. Yəni təbii ki, bu video paylaşılacaq, onun altından yazılan kommentlərə də. Bəs deyə bilərsinizmi sizə olunan haqsızlıq nədir? Mənə olan haqsızlıq dediyim kimi layiq olduğum yerdə deyiləm. Mənim qazandığım uğurlar, qaldırdığım çəkilər, yəni dünya statistikasında, yəni belə deyim, reytinqdədir. Mən Azərbaycanda Azərbaycan rekordlarıdır. Yəni bu elə belə bir çəkilər deyil. Hansı ki, bu idman növü Azərbaycana gələndən, yəni mənim çəkimdə, təbii ki, hər kəsin öz çəkimi var. Ramin Əhmədovun öz çəkisi var, Razim Hüseynovun öz çəkisi var. Onlar da öz çəkisinin hegemonudur. Mən də öz çəkimin bir nömrəsiyəm. Mən amma layiq olduğum yerdə deyiləm. Yəni belə deyim. Amma inşallah ki, olaram. Çünki inanıram ki, bir gün
hər şey ədalətli olacaq. İnşallah. Təki sizin üçün hər şey ədalətli olsun və ən xeyirlisi olsun. Təkcə sizin üçün deyil, həqiqətən idmanda əziyyət çəkən hamı üçün belə olmalıdır. Əgər bu gün idmana atılacaq olsaydınız, təmiz idmanı həyatınızdan çıxartsanız, başqa hansı sahəyə yönəlmək istəyərdiniz? Ümumiyyətlə belə qeyd edim ki, bu pandemiya dövründə zaten bu baş verdi bir çox insanların həyatında. Hətta öz ixtisasını dəyişən belə oldu, yeni ixtisas öyrənən belə oldu. Mən bildiyiniz kimi, yəni bilmirəm, bilirsiniz, bilmirsiniz, yəqin ki, səhifədən görmüş olarsınız. Mən həm də hərbi qulluqçuyam. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi riski xilas etmə xidmətinin zabitiyəm. Buradan da bütün əməkdaşlarımızı, rəhbərimizi salamlayıram. Təbii ki, bu mənim üçün çox qürur verici bir vəzifədir, qürur verici bir rütbədir ki, mən bunu daşıyıram. Yenə də xalqımıza, millətimizə fəxrlə xidmət edirəm. Yenə də Azərbaycan bayrağım sinələrimdə daşıyıram. Yəni idmançı olmasam belə yenə də xalqıma, millətimə qulluq etməyi sevən bir insanam. Sizi digər məşqçilərdən fərqləndirən nələrdir? Mən düzünü danışmağı sevirəm. Yəni heç kimə yalandan deyə bilmərəm, mən səni bir aya dəyişərəm. Bir aya böyük dəyişiklik baş verə bilər. Ancaq onun istədiyinə çatdırmaq bir ay içində mümkün deyil. Bunun üçün zaman lazımdır. Yəni, ən azı biz planlı şəkildə getməliyik. Hər şey planlı olmalıdır, sistem şəklində olmalıdır. Yəni mən əgər ondan pul alaramsa, pulu mən halal qazanmalıyam. Çünki belə deyim, o mənə inanıb gəlir. Mən məcburam ona hər şeyin düzünü deyəm və onun sağlamlığını. O baxır nə istəyir. Əgər o yarışa çıxmaq istəyirsə, mən ona düzgün texnikadan tutmuş hər bir şey öyrətməliyəm. Yox, əgər sağlam arıqlamaq istəyirsə, mən ona təbii ki, bütün insanlar sağlam olmaq istəyir də. Mən onun görünüşünü yaxşılaşdırım. Belə deyim də, yəni daxili orqanları əgər pis vəziyyətdə qalırsa, sabah o mənə qarğış edəcək. Bu gün sizi sevənlər qədər sevməyənlər də var. Mən düşünürəm ki, sevməyənlər məni tanımayanlardır, yaxından tanımayanlardır. Səbəb nədir? Ola bilər ki, kiməsə baxışım xoşuna gəlmir, kiməsə duruşum xoşuna gəlmir, bu ola bilər. Amma mənə elə gəlir tanıyandan sonra, çünki belə hallar çox olub, kimsə tanımırdı, tanıyandan sonra deyir ki, mən sənin haqqında başqa düşüncədə idim, deyirdim özündən razıdır, belə sərt görünüşü falan. Amma danışandan sonra görürəm ki, səmimi. Yəni ola bilər ki, tanımır, sevmir. Bəlkə də ola bilər ki, kənardan özünüzü düzgün təqdim etmirsiniz. Kənardan necə düzgün təqdim edə bilərəm? İnsanın görünüşü ola bilər. Görünüş ola bilər ki, aldada bilər. Hətta bir neçə nəfər olubdur ki, peşman olublar ön yargılı davrandığına görə. Çünki bu halda mən özüm də qarşılaşmışam. Məsəl üçün məni heç tanımayan insanlar kənardan deyir ki, çox eqolusan, burnu havada birisən. Ola bilər. Amma məsələn tanıdıqdan sonra deyirlər ki, çox fərqli birisən. Yəni bu səbəbdən də ola bilər. Təbii ki. Bir də ki, mən qeyd etdiyim kimi də düzgün danışmaq istəyir. Düzgün danışan insanı çox adam sevmir. Yəni elə bir məqam olur ki, orada yəni düzgün danışırsan, səndən qaçırlar, istəmirlər. Bəs bu günə kimi olubmu ki, heç birini tənqid etmisiniz və sonradan peşman olmusunuz? Olur. Təbii ki, olur. Yəni biz də insanıq, biz də səhv edə bilərik. Peşmançılıqlar da baş verib. Sizi yaxından tanıyanların belə bilmədiyi hansı tərəfləriniz var? Mən yaxından tanıyan bilmədikləri. Maraqlı sualdır, amma çətin oldu. Məncə cavab verə bilərsiniz. Bir düşünün. Bilmədikləri. Nə var məndə? Məni tanıyır, amma bilmir. Bəli. Ümumiyyətlə, şəxsi həyatdan danışmağı sevmirəm. Bu kişilərdə normal bir haldır. Yəni, kişilər şəxsi həyatlarını danışmağı sevmirlər. Təbii ki, normal olan da budur. Amma sırf özünüzlə bağlı ola bilər və ya da hər hansısa bir xasiyyətiniz ola bilər. Özümlə bağlı demək olar ki, mən idmandır, işdir, yəni hansısa bir fəaliyyətlərdir. Bunları zaten sosial şəbəkədə paylaşıram, nə ilə məşğulam, hansı uğur qazanmışam. Yəni bilmədikləri bir şey demək olar ki, məncə yoxdur iş fəaliyyətimdən, idman həyatımdan. Amma xasiyyət baxımından onu bilmirəm. Məncə hər şey göstərirəm. Okey. Dost çevrənizdə sizi necə biri kimi tanıyırlar? Dost çevrəm deyib gülən biri kimi tanıyırlar. İndi bu dəqiqə ən yaxın dostlarınızdan birinə zəng eləsək, məsələn. Sizin haqqınızda nə deyər? Nə deyər? Yəni ancaq xoş sözlər eşidə bilərik.
Yəni mənfi heç bir şey eşitməyəcək. Çünki mən dostlarıma qarşı, yəni gecə saat 2-də, 3-də zəng eləsinlər, həmişə qulluqlarında ola bilən bir adamam. Məsəl üçün ola bilər də bu kişilərdə baş verir, bir də görsən kimsə söhbəti düşə bilər, nə davası düşə bilər. Təki düşməsin. Amma yəni onlar bilir ki, mən o ürəyə sahib bir insanam. Azərbaycanda real güclü idmançılar çoxdur, yoxsa sizcə şişirdilmiş? Yox, güclü idmançılar var. Bəli. Təbii ki, biz Güclü idmançılardan kimin adını çəkə bilərsiniz? hansı sahədə? Sizə görə ən güclü olan idmançılar? Mən məsəl üçün yəni uşaqlıqda güləşlə məşğul olmuşam. Yenə də güləş azarkeşiyəm. Məsələn, Həsrət Cəfərov mənim üçün bir dəqiqə ideal bir idmançıdır. Hacı Əliyev. Yəni bu insanlar legendadır, əfsanədir. Rafael Ağayev. Yəni bunların haqqında nəinki biz 6 yaşından 7 yaşındakı, yəni ağlı kəsən uşaqdan tutmuş bizim ağsaqqallarımıza kimi hər kəs bilir və bilməlidir də. Yəni bunlar bizim idman üçün böyük bir kadrlardır. Səhvlər təbii ki, texnikada ola bilər. Yəni qeyd etdiyim kimi fitnesslə məşğul olanlar ən çox trenajyorlardan istifadə etməyi sevirlər və yüngül çəkilərdən istifadə etməyi sevirlər. Amma bir şey başa düşməlidirlər ki, mütləq ağırlıqlar lazımdır. Yəni powerliftingdə olan hərəkətlər ki var, oturub qalxma hərəkəti, squat, bench press, deadlift, bu ümumiyyətlə bütün idman növlərinin bazasında olmalıdır mütləq. Yəni sən judoçusan, güləşçisən, fərqi yoxdur. Bu hərəkətlərin düzgün texnikasını bilib etməlisən. Çünki güc, baza bu hərəkətlərdən başlayır. Yəni bu hərəkətin düzgün texnikasını bilməyən zədələnə bilər. Bilməyən də eləmək istəmir, amma başa düşmürlər ki, bu çox vacib bir hərəkətlərdir. Yəni bütün yığma komandalarda xaricdən gətirilən bütün məşqçilər, fiziki məşqçilər. Yəni %100 əminəm ki, bu hərəkətləri göstərir, bu hərəkətləri icra elətdirir. Çünki bütün növ idmançılar, yəni həqiqətən tam səmimi, mənim idman növüm olduğuna görə demirəm. Yəni deyirəm sözümün altından imzasını çəkirəm ki, mütləq ağırlıqdan oturub qalxma, sinədən bench press, sinədən qaldırma, yerdən qaldırma, deadlift. Bunlar mütləq vacib olan bir hərəkətlərdir. Əslində mən özüm də fitnesslə məşğul olanda, yəni həmin hərəkətləri veriblər, yəni icra etmək üçün. Amma mənim ilk dəfə powerliftinglə belə tanışdığım Ramil Əhmədov mənim sinifimə qonaq olduqdan sonra olub ki, yəni onlar arasındakı fərqi bilmişəm. Məsələn, digər bir çox idman federasiyalarına məlumatım var. Amma mən hazırda bilmirəm ki, powerlifting hansı federasiyaya bağlıdır. Bu çox bizim yaralı yerimizdir. Yəni həqiqətən də bu mövzuda əgər suallar olsa mən cavab verməyə hazıram və danışmaq da istəyirəm bu mövzuda. Elə burdan davam edə bilərik. Mən ilk növbədə o powerliftingin hərəkətlərini mən deyim ki, yəni bunu hamı öyrədə bilməz bu hərəkətləri. Yəni fitnesslə məşğul olub, məsələn dediyim kimi 3 ay, 5 ay məşğul olanlar bu hərəkətləri çox vaxt insanlara məsləhət görmürlər, çünki bilmirlər özləri. Yəni deyirlər, yox elə məzədələnərsən. Elə məzədələnərsən sözü nəyə görə elə məzədələnərsən? Bunu bütün dünyanın ən məşhur, ən brend saydığımız idmançıları eləyirsə, sən deyirsən ki, elə məzədələnərsən. Təbii ki, zədələnər, çünki sən bilmirsən, öyrədə bilmirsən. Texnikanı düzgün bilmirsənsə, normaldır. Texnika vacibdir, texnika. Yəni hansı ki, bu insan zala gələn kimi təzə gəlib, sağlam olmaq istəyir, gözəl bədən quruluşu olmaq istəyir. Sən bunu götürüb əgər 100 kilodan başladırsansa, təbii ki, bu zədələnəcək. Sən buna başlamasan 20 kiloluq ştanqadan, qrifdən. Bunun düzgün texnikasını öyrət. Ondan sonra texnika ilə o qədər yüksək çəkilər eləyə bilər ki, yəni sevəcək bu idmanı və qalıcı nəticə olacaq, qalıcı əzələ olacaq. Yəni dediyim kimi bazı hərəkətlərinlə öyrədilən əzələ heç vaxt itmir. Bu gün federasiya tərəfindən sizlərə dəstək var? Dəstək təbii ki, hiss eləyirik. Yəni olmur desək, yəni ayıb olar. Dəstək istəyirik. Ancaq belə deyim, qeyri-olimpiya idman növüdür. Təbii ki, öz-özünə maliyyələşən bir idman növüdür. Yəni olimpiya idman növləri kimi dəstək yoxdur. Yəni mən düzünü danışsam, yəni burada inkişaf o qədər də getməyəcək əgər belə davam eləsə. Çünki qeyri-olimpiya növlərinə verilən mükafatlar belə olimpiya idman növlərinə verilən mükafatlardan qat-qat aşağıdır. Dediyim kimi bu idman növünlə məşğul olan insanlar həqiqətən də böyük ürəyə sahib insanlardır ki, maddiyyatı qoyurlar kənara, öz ürəklərinlə, öz həvəslərinlə bu idman növlərinə məşğul olur. Çünki burada həqiqətən də qazanılan böyük məbləğlər yoxdur. Sadəcə olaraq ad var, san var, uğur var və belə deyim, bu adı da, bu uğuru da elə qazanmaq lazımdır ki, gərək düzgün təbliğat eləyəsən də. Yəni hər şey tamaşaçıya bunu düzgün göstərmək lazımdır. Sizcə bu sahədə haqqı olmadan məşhurlaşan insanlar var? Çoxdur, hədsiz. Yəni kimlərin adını çəkə bilərsiniz?
At çəkmək düzgün olmazdı, çünki ən azından hansısa bir məclisdə görüşürük, salamlaşırıq. Yəni bir növ düzgün sayılmır da, yəni. Mən düşünürəm ki, at çəkmək düzgün olmaz. Ancaq mən deməsəm belə tamaşaçılar zaten bilir də ki, həqiqətən də bu insan heç bir uğuru yoxdur, ancaq çox məşhurdur. Onda belə Mən at eləyək çəksəm də, izləyicilər yazsın ki, onlar kimlərdir? Bəli, izləyicilər yazsın. Yazsın ki, onlar kimlərdir? Yəni o izləyicilərin öz fikridir. Bəli. Mən təbii ki, onun məşhurluğuna heç vaxt paxıllıq eləmirəm. Əksinə belə deyim də, bir çoxlarımızın da xeyrinədir ki, ən azından biz uğur qazananda bizi əgər paylaşıb təbrik eləyirsə, bu bizim xeyrimiz olacaq ki, onun hesabına bizim uğurumuz paylaşıldı, göstərildi. Yəni bu mən paxıllıq eləmirəm də. Bir sözlə özləri bilər. Yəni məşhur olurlar, deməli Allah bunları bu yolu göstərib məşhur olurlar. Ancaq qeyd etdiyim kimi, hansı ki məşhur olmağa layiq olan insanlar, hansı ki onlar məşhur olmalıdır, onlar ola bilmirlər. Yəni bu mənə elə gəlir ki, ya jurnalistlərinmi, ya izləyicilərinmi, yəni bu da nəsə çatışmayan bir şey var. Sizcə idmançı olmaq riskli bir qərardır? Təbii ki, risklidir. Çünki zəmanət yoxdur. Heç kim sənə zəmanət verə bilməz ki, sən məşhur idmançı olacaqsan, heç kim zəmanət verə bilməz ki, sən pul qazanacaqsan, heç kim zəmanət verə bilməz ki, sən zədələnməyəsən. Elə bunu soruşacaqdım ki, maddi gəlir olmasaydı bu yola yenə davam eləyərdiniz? Mən zaten maddi gəlir olmadan davam etmişəm və hətta öz büdcəmi xərcləmişəm. Demək olar ki, mən bəzən heç peşmanlıq hiss eləmisiniz? Yəni ora xərclədiyim pulu başqa bir sahəyə xərcləsəydim daha çox pulum olar. Onda da Rövşən Xəlil olmayacaqdım da. Yəni mən indi düşünürəm ki, powerlifting deyəndə həqiqətən mən yada düşürəm. Əgər yada düşmürəmsə kiminsə, deməli ya bu idmanı tanımır, ya da ki paxıllıqla adımı çəkmir. Mən buna tam əminəm. Yəni əgər powerlifting deyilirsə, Rövşən Xəlilov deyilmirsə, yəni burada həqiqətən ya paxıllıq var, ya da ki o insanın bu idmanın anlayışı yoxdur. Bu sahədə daha çox qazandıran nədir? Yəni məşqçi olmaq yoxsa şəxsi brend? Belə deyim, əgər fitnessə yönəlmisənsə, yəni əgər gözəl bədən quruluşun varsa və insanları bu bədən quruluşundan və yaxud da ki danışdığın sosial şəbəkələrdə paylaşdığın videolarla məşhurlaşmısansa, təbii ki, fitness sahəsində zalda işləyib pul qazanmaq mümkündür. Ancaq şəxsi brend olaraq da ola bilər ki, yəni reklamlardan pul qazanır, reklam çəkilişlərindən, reklam dəvətlərindən pul qazanmaq mümkündür. Amma dediyim kimi gərək o qədər məşğul olasan ki, o reklam təklifləri gəlsin. Rövşən Xəlilov üçün xoşbəxtlik nədir? Mənim xoşbəxt eləyən nədir? Bəli. Uğur qazanmaq. Pul yoxsa hörmət? Hansını seçərdin? İkisi də qazanıla bilən, ikisi də itirilə bilən bir şeydir. Təbii ki, mən buradan hörmət deyəcəm, hamı deyəcək şablon cavab verdi. Düzdürmü? Bilirəm ki, yəni mən olmayım, burada başqası otursun, o da cavab verəcək. Hörmət. Düzdür? Ancaq reallığı götürsək, bir dəqiqə pul olan insana çox gözəl hörmət qoyulur. Yəni pulun var, çox gözəl qarşılanırsan, çox gözəl yola salınırsan. Bir dənə qeybət sən gedəndən sonra ola bilər. Hadi gördün mü necə elədi? Okay. İstedad önəmlidir yoxsa zəhmət? Təbii ki, zəhmət önəmlidir. Çünki istedad bir yerə qədər səni gətirir, amma bir yerdən sonra zəhmət lazımdır. Məsələn, Cristiano Ronaldo belə deyim, istedadlı oyunçu olmuyor. Amma öz zəhmətinlə 41 yaşına kimi hələ də futbol göstərir, oyun göstərir. Mən düşünürəm ki, zəhmətkeş insan və istedadlı insandan zirvədə olur. O zirvədə qalmağı bacarır. Əgər bir gənc sənin yolunu getmək istəsəydi, ona bu yolda nəyə etmə deyərdin? Tələsməsin, qətiyyən. Birinci növbədə tələsməməyi deyə bilərəm. Çünki 1 ilə 2 ilə qazanılan uğur ya belə deyim, yalanlarla gəlib, ya sosial medianı aldatmaq üçün gəlib. Çünki 1 ilə 2 ilə qazanılan uğur qalıcı uğur deyil. Mənə elə gəlir ki, əgər tələsməsə, daha böyük uğurlar qazana bilər. Yəni sözünüz belə deyim də, mən indi özümdən misal çəkim də, təkəbbürdən uzaq olsun. Əgər hansısa bir gənc mənim qaldırdığım çəkiləri qaldırmaq istəyirsə, buna qısa yolla gələcəksə, o yarı yolda qalacaq. Çünki mən bu nəticələrə 15 ildə gəlmişəm. Qısa zamanda gələ bilər, amma qala bilməyəcək bu qədər. Zədələr baş verəcək və tez küsüb gedəcək. Yəni motivasiya olur bəzi insanlarda ki, mən mütləq məsələn bu insanı udmalıyam. Motivasiya var. Ancaq motivasiyanın yanında kimsə evdə yatanda sən durub zala gedirsənsə, bu artıq əzmkarlıq olacaq. Deməli burada lazımdır əzmkarlıq, tələsməmək, zaman, səbr.
Azərbaycanda nə üçün qeyri-olimpiya idman növlərinə ciddi yanaşılmır? Çünki qeyri-legal versiyalar çoxdur və belə deyim, təbii ki, İdman Nazirliyi həqiqətən də bu növdə işlər görür də, yəni bu istiqamətdə işlər görür. Hansı ki, qeyri-olimpiya idman növlərinin elə versiyalar var ki, yəni neçə illərdir tamaşaçını aldada gəliblər. İdman Nazirliyi təbii ki, bunu hiss eləyir, tamaşaçıların bəziləri bunu istəyir, yazılan kommentlərə baxılır və görülür ki, həqiqətən də qeyri-olimpiya idman növlərində saxta dünya çempionları, saxta nəticələr, bunlar çox baş verir. Amma olimpiya idman növlərində bunlar çox baş verə bilmir. Çempion titulunu Azərbaycanda almaq rahatdır. Baxır hansı sahədə, dediyim kimi. Sizin sahənizdə? Bizim sahədə bəli, əvvəllər daha asan idi. Çünki versiyalar çoxdur. Və belə deyim, yəni bu idman növü o qədər də populyar deyil də, yəni insanların azlığı. Məsələn, hansısa bir yarışa bir də görürsüz 200 nəfər gəlir, bir də görürsüz 70 nəfər gəlir. Məsələn, adam az olanda, iştirakçı sayı az olanda təbii ki, burada o uğur qazana bilir. Amma dediyim kimi bizim idman növü ağırlıqlar, yəni bizdə 100 kilodur da, yəni bunu yalan danışmaq mümkün deyil. Əgər sən bu ağırlığı qaldırmırsansa, deməli güclüsən, qaldıra bilmirsənsə, deməli uduzursan, zəifsən. Yəni bizdə rəqibin çox olmağı, belə deyim də, yəni bu önəmli bir faktor deyil. Əsas sənin qaldırdığın çəkilərdir ki, dünya statistikasından o qarşılaşdırılsın ki, sən həqiqətən də dünya Avropada medal verə bilərsən ya yox. Və yaxud da sən dünyadakı idmançılarla rəqabətə hazırsan ya yox. Azərbaycanda ola bilər. Məsələn, mən insan tanıyıram ki, Azərbaycan çempion ola bilmir, amma gedir dünya çempionu olur. Yəni bu nə dərəcədə düzgün ola bilər? Sən Azərbaycanda sən rəqibə qalib gələ bilmirsən, gedirsən dünyadan qalib gəlirsən. Çünki burada qeyd etdiyim kimi yalançı versiyalar, belə deyim, yarışın təşkilatçılığı, yəni peşəkar səviyyədə olmur, ora gedən dövlətlərin sayı az olur, iştirakçı az olur. Amma sənin qaldırdığın çəki mükəmməl olanda, yəni mən öz idman növündən danışıram. Təbii ki, hər kəs səni görür, hər kəs səni tanıyır ki, bu çəkini qaldırdı, bu artıq insanlara maraqlı olur və avtomatik dünyadakı brend idmançılarla səni müqayisə eləməyə başlayır. Bugün federasiyanız tərəfindən siz idmançılara, məşqçilərə qarşı hansı dəstəyin görülməsini istəyirsiniz? Dediyim kimi, powerlifting idman növündə əvvəllər biz gedirdik VPC, yəni WPC, yəni Powerlifting Congress, bir də WRP, World Raw Powerlifting Federation. Biz bu versiyalarda yarışlara gedirdik. Təbii ki, belə deyim, yəni olurdu ki, məsələn, özümüz yəni öz hesabımıza yarışlara hazırlaşırdıq, özümüz hesabımıza yarışlara gedirdik. Artıq amma bir neçə ildir ki, IPF Azərbaycanda versiyası tələb olunmağa başladı. Nazirlik tərəfindən bəli bilet alınır, otel pulu, yəni bunlar qarşılanır. Ancaq bir idmançının hazırlaşmağı üçün qeyd etdiyim kimi bunlardan əlavə əsas nüans sistemli, planlı şəkildə olmalıdır. Yəni əgər biz bu idman növünün güclü nəticələrini görmək istəyiriksə, əgər biz bu idman növündə IPF-dən medal istəyiriksə, bu olimpiya növlərində olduğu dəstək kimi dəstək olmalıdır. Yəni bu insanın vitaminidir, bu insanın yəni yığma komanda şəklində tərtib olmalıdır hər şey. Bunu səhər yuxusuna tutmuş, gecə yuxusuna qədər hər şey nəzarətdə olmalıdır, sistemli. Amma powerliftingdə hal-hazırda Azərbaycanda hər kəs özü məşğul olur. Ya müəllimi fərqlidir, ya məsələn özü tək hazırlaşır, ya xaricdən bir müəllimlə tutub ona ödəniş edir, elə hazırlaşır. Yəni hər kəs fərdi hazırlaşır. Bu sistemli, planlı şəkildə olmasa, yəni bir nöqtədən idarə olunmasa, yəni idmançı uğur qazana bilməyəcək, medal olmayacaq. Sənin yetişdirdiyin tələbə səndən daha çox tanınmış olsa, bu səni narahat eləyər? Mən çox sevinərəm. Çünki mənim özüm də, yəni gənc vaxtımdan bu idmana gələndə özümdən güclü və özümdən tanınmış idmançılara sağlam rəqabət aparmışam. Onlara keçmək istəmişəm. Çünki əgər sağlam rəqabət yoxdursa, inkişaf gedə bilməz. Mənim hal-hazırda bir tələbəm var, xanımdır Zeynəb Kərimova. Təsəvvür edin ki, bu insan 52 kilodur, ancaq onun göstərdiyi nəticələr Azərbaycana mütləq çempionluqlar qazanıb dəfələrlə və hal-hazırda dediyim kimi IPF dünyanın ən belə deyim də sərt qaydaları olan bir versiyadır ki, hansı ki orada doping nəzarəti var, sərt qaydaları var, yəni mükəmməl şəkildə təşkilatçılıq var. Yəni orada medal verə biləcək bir gəncdir. Amma dediyim kimi bu insan sistemli şəkildə idarə olunmasa, planlı şəkildə bunun həyatı 5 il, 10 il ərzində
sistem qurulmasa, o medal gələ bilməz. Yəni bu idman növünü gücdən əlavə maddiyyat da çox önəmlidir qabaq almaq üçün. Yəni məsəl üçün mən dediyim kimi öz çəkimdə özümdən güclüsü Azərbaycanda tanımıram, görməmişəm. İzləyicilər də deyə bilər. Məsələn mən 75 kiloda şəxsi çəkim 74-200 idi. Mən 300 kilo eləmişəm. Zalda 310 eləmişəm. Yəni bu belə baxanda Azərbaycan səhnəsi üçün qeyri-adi bir nəticə. Özümdən 4 dəfə ağırdır. İlk və təkdir. Amma dediyim kimi güc önəmli faktor olsa da, yəni səni IPF medalına aparan bir belə deyim, faktor deyil. Çünki sənin mütləq sistemli şəkildə maddiyyat, yəni vitaminin balanslı şəkildə sənin məsələn mən 2 işdə o uğuru qazana bilmərəm. Yorğun olursan. Gərək olimpiya idman növlərindəki kimi sənin yığma komanda tərkibində yarışa hazırlaşasan. Səhər, günorta, axşam yeməyin, içməyin, yuxun, hər bir şey nəzarət altında olmalıdır. Yəni bir müəllim tərəfindən, baş məşqçi tərəfindən bu hamısı idarə olunmalıdır. Bəs bununla bağlı federasiyaya müraciət etmisinizmi? Yəni mən deyərəm ki, bu federasiyadan əlavə bu bir nəfərin işi deyil də. Məsələn, federasiyanın rəhbəri yəni o qədər pulu necə xərcləyə bilər? Yəni gərək burada dövlətin böyük bir dəstəyi lazımdır. Dövlətin böyük dəstəyi də yəni bildiyimiz kimi, yəni bu yalan deyil, bu yəni görünən bir tərəfdir ki, olimpiya idman növlərinə daha çox diqqət var. Təbii ki, mən başa düşürəm, 4 ildən bir olan bir yarışdır, yəni dünyanın gözü o yarışda olur, mən buna tamamilə razıyam. Amma dediyim kimi də, yəni əgər biz hansısa bir idman növünün ən çətin versiyasından medal istəyiriksə, yəni mütləq olimpiya idman növlərindəki olan dəstək kimi dəstək olmalıdır. Yoxsa olmayacaq. Taekwondo. 10. Ağırlıq qaldırma. 1. Judo. 3. Güləş. 2. Karate. 8. Voleybol. 9. Basketbol. 8. 7. Tenis. Hə, tenis oynaya bilirəm. 5. Boks. Boks 4. Badminton. Badmintonla taekwondo'nun yerini gələ dəyişərdik. Boş rəqəm harda qaldı? 6. Evet. MMA-da UFC var. Bəs powerliftingdə? MMA-da UFC var çünki belə deyim, MMA-nın bir dənə zirvəsi var, UFC. Yəni bildiyimiz kimi Azərbaycandan Tofiq Musayev getdi. Şükür bizi sevindirdi. Yəni gecə yatmadıq o döyüşə baxdıq. Yəni buradan həqiqətən ona təşəkkür edirəm ki, bu sevinci bizə bəxş elədi. Dediyim kimi MMA-da bir dənə zirvə var. O da UFC-dir və hər kəs, məsələn MMA-da dünya çempionları çoxdur. Məsələn qaydası döyüşdə dünya çempionu çoxdur. Ancaq hamının arzusu bir dənə UFC-dir ki, ora gedim, orada bir dənə döyüş keçirim də. Yəni bu hamının arzusudur. Amma powerliftingdə zirvə çoxdur. Çünki versiya çoxdur. Məsələn, hər versiyanın, hər federasiyanın özünün çempionları var. Yəni bir dənə zirvə deyil. Məsələn, mən belə deyim də, bu yaşıma qədər gəlmişəm, tanımışam o versiyaların hər birinin zirvəsində olmuşam. İPA, NAP, GEPA, VRPF, VPC, bunların hər birinin zirvəsini görmüş bir idmançıyam. Yəni burada zirvə yoxdur. Bir dənə fərq odur ki, UFC-də zirvə var, amma bizdə zirvə paylanır. Mən məsəl üçün desəm ki, məsələn powerliftingin zirvəsi IPF-dir, VRPF-də ən güclü nəticə eləmiş idmançıların haqqına girmiş olaram da. Çünki onlar artıq karyerasını başa vurublar və onlar IPF-i görməyəcəklər. Məsəl üçün mən özüm VRPF-in zirvəsini yaşamışam. Hətta pro divizionun dünya çempionu olmuşam. Amma indi mən davam edə bilirəm. Amma yaşım artıq belə deyim 36 yaşdır. Mən belə deyim də, hindən sonra IPF-də olma ehtimalım çox azdır. Gedirəm yarışa, bu yaxında getmişdim yarışa, Malta'da. Amma uğursuz oldu. Çünki dediyim kimi, bayaq danışığımızda mən qeyd etdim, sistemli, planlı şəkildə idmançı hazırlanmalıdır. Mən əgər VRPF-in belə deyim, zirvəsində olmaq üçün 15 ilim gedibdirsə, mən IPF-in zirvəsinə qalxmaq üçün mənə yenə də ən azı bir 10 il vaxt lazımdır. Yəni ən azı 10 il vaxt lazımdır ki, mən o zirvəni görüm. Bir idmançının hazırlaşması üçün 1 il, 2 il, 3 il bu kifayət etmir. Nə qədər talantlı olursan ol, nə qədər güclü olursan ol, sistemli şəkildə bu idmançı
IPF-də texnika dəyişir, hətta ştanga belə dəyişib, hakimlər, qaydalar, hər şey tamam fərqlidir. Birdən-birə sən gəl 15 il idmançısına denən ki, yolumu saxla, başqa yolla get. Təbii ki, mən güclüyəm, istəyirəm, arzumdur o zirvəni yaşamaq istəyirəm. Amma qeyd etdiyim kimi, mənə zaman lazımdır və bu zaman əsasında böyük bir dəstək lazımdır. Yəni olimpiya idman növlərində olan dəstək kimi dəstək göstərilsin. Mən bəli, yaşımı qoyuram kənara. 25 yaşda kimi o ruhla hazırlaşıram. Amma əgər ora hazırlaşmaq üçün sənə ruh və motivasiya verən bir dəstək yoxdursa, ora hazırlaşmaq mümkün deyil. Aydındır. Platformaya çıxanda zal, hakimlər və rəqiblər səni necə təsir eləyir? Qeyd etdiyim kimi, indiyə kimi getdiyim yarışların o qədər o yarışlara getmişəm ki, artıq o səhnəm mənim evim səhnədə. Komfort alanı. Çox özümü lüks hiss eləyirəm, gedirəm o səhnədə özümü, hətta mənim təqdimatım belə fərqli olur o səhnələr. Çünki mən o səhnənin zirvəsini görmüşəm. Artıq məni oradakı hakimlər, oradakı tamaşaçı kütləsi məni tanıyır və böyük rəğbətlə qarşılayır. Amma IPF-ə gedirsən, orada səni heç kim tanımır. Bəli. Və gücünü bilmirlər, çünki hər şey yeni texnikadır, yeni standartlardır. Artıq sən özü sıfırdan başlamış kimi hiss edirsən. Bu mənə böyük bir həyəcan verdi. Mən həqiqətən də son yarışımda, IPF yarışında, yəni o qədər həyəcan keçirdim ki, elə bil ki, yəni idman növünə təzə başlamışam. Həqiqətən. Dediyim kimi, qaydalar tamam dəyişib. Hakimlərin belə deyim də, yəni orada hakimlərin start komandasından tutmuş, yəni son ana kimi hər şey tamam fərqlidir. Yəni VRPF-dən, VPC-dən fərqlənir hər şey. Ona görə də həyəcan verdi mənə. Yəni özümü ilk dəfə yarışa çıxırmış kimi hiss elədim. Həyəcan verir təbii ki. Gələcək məqsədiniz nədir? Rekord qırmaq, beynəlxalq titullar, yoxsa öz limitlərinizi aşmaq? Ağırlıq qaldırma idman növü elə bir idman növüdür ki, yəni powerliftingdə. Yəni burada həqiqətən də istəyirsən ki, hər dəfə ağır çəkilər eləyəsən, öz limitlərini aşasan. Yəni istəyirsən ki, bacardığından daha çox çəkilər eləyəsən. Amma qeyd etdiyim kimi artıq mən o çəkiləri görmüşəm, artıq o anları yaşamışam. Mənim üçün artıq lazımdır zirvədə tamamlamaq. Bir də arzuma çatmaq. Təbii ki, hər bir idmançının arzusu nədir? Çempion olmaq, onu yaşamışam. Çempion olandan sonra nə olur? Dövlət başçısından görüşmək, onun təbrikini almaq. Yəni bu anı yaşamamışam. Yəni çox istəyirəm ki, bu anı yaşayandan sonra zirvəni elə zirvədə tamamlamaq. O mənim üçün ən böyük zirvə olar. Yəni indi olduğum sahə zirvədir, amma o lap böyük zirvədir. Çünki ölkə başçısı tərəfindən mükafatlandırılmaq, hər bir dövlətin idmançısı öz dövlətinin başçısından görüşməyi zirvə sayır. Bəli. Yəni bizim də təbii ki, Azərbaycanın da dövlət başçısından görüşmək biz idmançıların ən böyük zirvəsidir. Mən də bu anı yaşamadan təbii ki, karyeramı başa vurmaq istəmirəm. Yəni bu powerliftingdə də ola bilər mənim uğurum, strongman-də də ola bilər. Yəni mən zaten bütün gücümün idman növlərindən məşğulam. Bəli. Powerlifting, strongman, hətta mass wrestlingdə mənim Avropa nəticəm var, Azərbaycan çempionluğum var. Yəni bu hansı sahədə olur olsun, mən istəyirəm ki, o sahənin zirvəsini son məqamda ölkə başçısı ilə görüşüb onun təbrikini alıb rəsmi bir şəkil çəkdirib ondan sonra sağollaşmaq. İnşallah ki, yaşayarsınız. Amma yenə də belə deyim, yaşım 36 olsa da mən özümü həqiqətən 25 yaşlı hiss edirəm. Yəni karyeramı başa vurmaya bilərəm. Amma dediyim kimi yenə də bizə dəstək lazımdır ki, o bizdən tələb olunan, indi IPF medalı tələb olunur bizdən. VRPF medalı tələb olunurdu, onu verdik. VPC tələb olunurdu, onu verdik layiqincə, rekordlarla. Yəni açsınlar, baxsınlar dünya statistikasını Rövşən Xəlilin adını da görəcəklər. İndi IPF medalı tələb olunur. Onun üçün də təbii ki, dediyim kimi olimpiya idman növünə olan dəstək kimi bir dəstək verilsin. Mən hazır. İnşallah ki, arzunuza çatarsınız. Növbəti məqamda Azərbaycan idmançılarının 5 nəfərin adını çəkəcək olsaydınız, bunlar kim olardı? İlk 5'lik. 1-dən 5'ə kimi sıralayın. Belə deyim, bütün idman növlərindən bilirsiniz. Birinci növbədə Hacı Əliyev, Rafael Ağayev, Rövşən Bayramov. Sonra hansı sahədən deyim? 2 dənə haqqınız var. Hidayət. Bir də mənim o idmançı. Hansı Hidayət? Heydərov? Aha. Bir də ki, həqiqətən mənim idmançıya böyük hörmətim var. Yəni çox layiqdir olimpiya çempionu olmağa. Ancaq qismət də Rüstəm
Rüstəm Orucov. Yəni bu idmançı mənim üçün həmişə yadımda qalacaq bu idmançı. Çox güclü idmançıdır. Olimpiya çempion ola bilməsə də onu hər kəs elə Olimpiya çempionu kimi sevir. Bəli. Növbəti sual. Bunları kəsib şeydə qoyacağıq aralarda. Deməli, Sport Talkda növbəti qonaq olaraq kimi görmək istəyirsiniz? 3 nəfərin adını deyin. Kimi qonaq görmək istəyirəm? Gələn qonaqlarımızı zaten bilirsiniz, tanıyırsınız, bizi izləyirsiniz. Növbəti gəlməyən qonaqlardan kimi görmək istəyirsiniz? Görmək istəyirəm Hacı Əliyev. Powerliftingdən deyirsinizsə görmək istəyirəm. Kamran Lazımov çox maraqlı olardı. Onun verdiyi cavablar mənə maraqlı olardı. Rafael Ağayev zaten olub. Tofiq Musayev. İnşallah. Niyə? Mən küsmüşəm ondan. Yox, barışmaq lazımdır. Mən küsmüşəm ondan. Səbəbi nədir? Deyim, gizli bir şey deyil. Bundan öncəki yayda... Efirə gedir bu. Bəli, gedəcək. Bundan öncəki yayda Tofiq Musayevlə biz danışdıq və o çəkilişə gəlməyi qəbul etdi. Sadəcə iyun ayında bir yarış keçirildi Azərbaycanda və həmin yarışda UFC-də məğlub oldu və biz yenə əlaqə saxladıq. O gəlmək istəmədi. Onu mən çox yaxşı başa düşürəm. Yəni mənə elə gəlir ki, sizin küsməyiniz düzgün deyil. Çünki belə deyim, bütün Azərbaycan xalqı ondan gözəl nəticə gözləyir. Ancaq bu idmandır, hər şey ola bilər. Bəli, əlbəttə. Məğlub olub və o boş dayanmayıb, o depressiyaya düşməyibdir. O öz üzərində işləməyə başlayıb. Biri var ki, bu depressiyaya küsə, hə siz deyirsiniz ki, sən mən yenidən onu çağırım və o gəlməzsə bunu qara listəyə salacağam. Mən verilişimə gəlmirsən, amma o insan özündən küsməyib, heç kimdən küsməyib. Sadəcə olaraq bildiyiniz kimi o bütün təlim məşqlərini başqa dövlətdə qeyd edir. Bəli, aydındır bu məsələdir. Sadəcə məndə belə bir yanaşma var ki, idmançı məğlub da olar, qalib də olar. Amma buna görə efirdən qaçmaq məncə lazım deyil. Mən qeyd etdim ki, o efirdən qaçmır. O sadəcə olaraq başlayıb üzərində işləməyə, özünü sübut etməyə və sübut elədi. İndi çağırsanız %100 gələcək. Çünki artıq böyük motivasiya ilə gəlib, nəticə verib, çox hamımızı sevindirib. İndi onun belə deyim danışmağa sözü var. O həmin vaxtı bura gəlsəydi, o belə deyim ona verilən suallar belə onu narahat eləyərdi, sıxardı. Mən onu çox yaxşı başa düşürəm və mən düşünürəm ki, siz düzgün eləmirsiniz küsməklə və elə növbəti verilişdə elə onu görsək, mən çox sevinirəm. Özünə də deyəcəm zaten bunu. Tamam. Bir düşüneyim ben bunu. Yo, çok mükemmel idmançıdır. Xeyirlisi. İnşallah gələr. Qardaş, səni burada gözləyirik. Xanımın xətrinə, mənim xətrimə gəl. Belə, bugün Azərbaycan gənclərinə nə demək istəyirsiniz? Azərbaycan gənclərinə demək istəyirəm ki, sağlam olsunlar, ilk növbədə sağlamlıqlarını qorusunlar. Qeyd etdiyim kimi tələsməsinlər. İdman seçimində, karyera seçimində çox diqqətli olsunlar. Valideynlərin sözünə baxsınlar həqiqətən. Yəni şablon səslənməsin. Valideynlərin sözünə baxmaq lazımdır. Düzdür, karyera seçimində ola bilər ki, bəzən olur ki, valideyn istəyir ki, həkim olsun, bu həkim olmaq istəmirsə, bunu zorla belə deyim də, yəni güc tətbiq eləyərək və yaxud da danlamaqla bunu o sahəyə yönəltmək düzgün deyil. Ancaq seçdikləri yolda valideynlərindən məsləhət alsınlar. Ən azından halallıq alsınlar. Bəli, doğrudur. Gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Maraqlı bölüm oldu. Uzun zamandır sizi bizim studiyamızda çox insanlar görmək istəyirdi və düşünürəm ki, həmin şəxslər də YouTube kanalımıza daxil olub bu bölümü izləyəcəklər. Maraqlı şərhlər yazacaqlar və kanala abunə olacaqlar. Hətta ola bilər ki, şərh yazanlar və yaxud da yazmayanlar belə deyim də, mənim verdiyim cavablardan xoşu gəlməyənlər də ola bilər. Verdiyim cavabları bəyənməyənlər də ola bilər. Ancaq mən reallığı danışmışam. Və düşünürəm ki, çox baxımlı olacaq və hətta məni sevməyənlər belə bu buraxılışa baxacaqlar. Çünki hər kəsə maraqlıdır ki, mən nə danışmışam. Məncə də. Çox şey danışmışam, yenə də hazıram. Əla. Çox sağ olun.
Təşəkkürlər. Sağ olun. Sizə karyeranızda uğurlar arzulayırıq və siz də bizim kanalımızı izləməyə davam edin.